Salam, axşamınız xeyir. Salamlayıram hər kəsi. Bu günləri öyrənəcəyimiz düsturlar kateqoriyası statistiki düsturlardır. Statistiki düsturlar verilmiş və yaratdığımız cədvəldə aylara görə, illərə görə, ümumiyyətlə belə adlanır ki, verilmiş cədvəldəki ümumi statistikanı çıxarmaq üçün istifadə olunur. Statistika deyəndə nə başa düşürəm? Yaratdığım cədvəlin statistikası deyəndə nə başa düşürəm? Bunu başa düşürəm ki, məsələn, mənə lazımdır məhsul sayı, ədəd sayı, ümumi miqdar sayı, hər hansı bir dəyərə malik olan miqdar sayı, bu kimi ən böyük, ən kiçik miqdar hansıdır? Məsələn, qiymət diapazonunda mənə lazımdır ki, ən böyük qiymətə malik olan xana hansıdır? Məsələn, ən kiçik qiymətə malik olan. Məsələn, ümumi miqdarı tapmışam. Bu, deyək ki, avqust ayına görə ümumi miqdarın ədədi ortası lazımdır. Avqust ayına görə ümumi miqdarın ən böyük və yaxud da ən kiçik qiyməti lazım olarsa, statistiki düsturlardan istifadə edirəm. Qeyd etdiyim kimi cədvəl statistikasını mənə təqdim edəcək. Birinci countdan başlamaq istəyirəm. Count mənə onu deyir ki, verilmiş diapazonundakı rəqəmlərin sayını tap. Yəni ki, harda rəqəm görürsə, onun sayını tapacaq. Count sadəcə verilmiş rəqəm diapazonu üzərində iş görür. Bərabərdir klaviaturadan artıq biz bilirik düstur çağırmağı. Count'u çağırıram, tab deyib alıram xanaya. Mənə lazımdır ki, məsəl üçün, yaratdığım bu cədvəldə əlavə məhsul sayı qeyd etmişəm. Baxım görüm ki, bu məhsul sayını neçə dənə məhsul üzərindən aparmışam. Bunun üçün count'u çağırmışam. Mənə lazım olan rəqəm daxil olan diapazonu seçirəm. Seçdikdən sonra əlbəttə ki, düsturumuza uyğun olaraq mötərizəsini də bağlayıram. Gəlirəm yekunda diapazon seçmişəm. D4-dən D22-yə qədər mənə ümumi say lazımdır. Enter vuracam və 19-u çıxaracaq. Yəni, avqust ayı üzrə 19 məhsul üzərindən say diapazonu qeyd etmişəm. Count'u hesabladım. Yadımızda saxlayaq ki, count bizə rəqəmlərin sayını tapacaq. Ədəd rəqəm qarışıq diapazonda sadəcə rəqəmlərin sayına gətirib bizim üçün çıxardacaq. Count isə mənə deyir ki, sən bütün dolu xanaların sayını tap. Count vasitəsilə daxil etdiyimiz diapazon həm ədəd tipli ola bilər, həm də ki, mətin tipli ola bilər. Gəlin hesablayaq. Məsəl üçün, count-u harada istifadə edə bilərəm? Belə ədəd mətin tipli qarışıq belə bir siyahı var, ID-dir, qeyd etmişəm. Bu kimi diapazon verilərsə istifadə edə bilərəm. Count A-nı çağıram, tab deyib alıram. Məsələn, say baxımından da count-a sizə dolu xananı tapacaq. Say olan diapazonda mənə lazımdır ki, yazdığım bu diapazon, say diapazon necə ədəd üzərindən, neçə dənə ədəd üzərindən qurulub, onun tapılmasını istəyirəmsə, mötərizəni bağlayıb enter deyəcəm, çıxardı 19. Deyə bilərik ki, count-la count-a ikisi də eyni dəyəri verdi. Count sadəcə rəqəm sayır. Count A da rəqəm saya bilir. Count A üçün ədəd mətin fərqi yoxdur, dolu olsun. İndi gəlin mətin sayını tapaq. Bərabərdir. Bunda indi count A-nı mətin tipli xana üzərində necə işləyir ona baxaq. Mənə lazımdır ki, yaratdığım bu məhsulda say, qiymət, ümumi miqdar neçə dənə məhsul üzərindən hesablanıb. Bunun üçün məhsul olan diapazonu seçəcəm. Görürsünüzmü? Mən count-da ədəd seçmişdim, amma count A-da həm ədəd seçdim, həm mətin seçdim. Count A üçün fərqi yoxdur. Count A deyir ki, mənə sadəcə dolu xana olsun, vergül olsun, üstəgəl olsun, ədəd olsun, mətin olsun, dolu xana olsun. Enter tapdı 19-u. Məsələn, gətirmişsiniz bu siyahını, bu siyahı isə ümumi qarışıq ID verilib. Bu ID həm mətin tipli, həm ədəd tipli yazılıb. Bunların isə neçə dənə məhsul ID-si var, belə bir sualla gələrsə, count A-nı əlbəttə ki, düsturun çıxması üçün düsturu düzgün yazmaq lazımdır. Tab dedim, aldım. ID diapazonu seçirəm. Seçməyimdə səbəbim həm ədəd tipli, həm mətin tipli. İkisi də bir yazılıb da, görürsünüzmü yan-yana. Başa salmaq istəyirəm ki, count A üçün fərqi yoxdur. Məsələn, mən gəlib bu ID-nin neçə sayını hesablamaq üçün count desəm, count mənə yekun nəticə verməyəcək. Çünki count deyir ki, mən rəqəm dolu xanaların sayını tapıram. Enter 19-u tapdı. Yaxşı, gəlin indi count-u daha aydın olsun deyə diapazon olaraq həm ədəd tipli, həm mətin tipli bir diapazon üzərində iş görür
ki, iş prinsipini apara biləcək, yerinə yetirə biləcək. Enter vuracam, mənə 0 gətirəcək. Səbəbi count deyir ki, mən sadəcə rəqəm görürəmsə sayıram. Ədəd rəqəm mənim üçün mənasızdır. Yəni, harada rəqəm görürəmsə, mən onu sayıram. Count A, count-u inşallah ki, izah edə bilmişəm. Keçdik count if-ə. Count if mənə şərt daxili dolu xanaların sayını tap deyir. Burada dolu xanaların, yəni bunlar ancaq harada dolu xana görürsə, onları hesablayacaq sizə. Məsələn, gələk count if-in iş prinsipi necədir? Sum if-i bilirik. İlk öncə sum if-i hesablayım. Qarışdırmamışdan əvvəl. Bu iki düsturda verilən şərt eynidir. Mən qarşısındakı düstura baxacam ki, sum if mi deyib, mənə count if mi deyib. Sum if deyibsə cəm tapacam, count if deyibsə say tapacam. Məsələn, mənə lazımdır. Gəlmişəm hesaba taparmışam, şirkət üzrə ümumi miqdarı tapmışam. Deyək ki, məsəl üçün avqust ayı üzrə. Mənə lazımdır ki, baxım görüm ki, bir müəssisə sahibi olaraq, deyək ki, 10 mindən yuxarı neçə ədəd ümumi miqdara malik olan xana var. Bunun üçün mən istifadə edəcəm count if-dən. Çünki qarşıma şərt qoyub, mənə deyir ki, neçə dənə xana var. Şərt qoyub. İlk öncə sum if-ini hesablayaq. Gəlin. Məsələn, mənə deyəcək ki, bu qiymət diapazonda qiyməti deyək 400-dən yuxarı neçə cəm olaraq əlimdə ümumi miqdar nə qədərdir? Bunun üçün sum if-i çağırıram. Sum if cəmləyir. Şərt daxili cəmləyir. İlk öncə sum if-i tapım, sonra keçim count if-ə. Tab dedim, aldım. Lazım olan diapazonu seçdim. Seçdiyim diapazonda range deyir, nöqtəli vergül deyir. Əlbəttə ki, mən də klaviaturada nöqtəli vergülü təyin etdim. Kriteriya mənə hər zaman daxil edəcəyim şərtdir. Onu hər zaman dırnaqda yazmalıyam. Açdım. Məsəl üçün, böyükdür şərt verirəm. Dili dəyişməliyəm. Shift altla dili dəyişdik. Buradan da dəyişə bilərik oradan. İngilis dilindən. Məsələn, baxın, böyükdür işarəsini qoydum. Böyükdürdə deyirəm 400. Verdiyim şərtə uyğun olaraq, indi gələk izah tapaq. Əlbəttə ki, açdığım dırnağı da bağlamalıyım. Gəldi. Əlbəttə, mötərizəni də bağlamalıyım. Düsturun gedişatı belədir. Bunu əzbər bilməliyəm. Yazdığım bir düstur mənə şərt daxili cəmləməni təqdim edir. Çünki qarşıda sum if görürəm. Sum cəmlə if əgər deməkdir. Cəmlə əgər Y4-dən Y2-yə qədər 400-dən böyüklərin. Gələcəm enter vuracam, mənə gətirib 400-dən yuxarı olan qiymətlərin ümumi cəmini tapdı. Count if-ə baxaq. Sum if-lə verdim, cəm tapdım. Count if-lə verəcəm, say tapacam. Dedim, tab dedim, aldım. Yenə də diapazonu seçirəm. Bir müəssisə sahibi kimi mənə lazımdır ki, yaratdığım bu cədvəlin ümumi statistikasında mən görəm ki, 10 mindən yuxarı ümumi miqdara malik olan say nə qədərdir? Seçdim həmin aralığı. Mənə lazımdır ki, nöqtəli vergülü yerləşdirdim. Kriteriya olaraq mən hər zaman dırnaqda onu qeyd edirəm. Böyükdür. 400 deyirəm. 10 min deyək. Diapazondakı rəqəmlərə uyğun olaraq məcburam ki, 10 min deyim. Dırnaq əlbəttə ki, açmışamsa bağlamalıyam. Mötərizəni də açmışamsa bağlamalıyam. Gələcəm, enter deyəcəm, mənə verəcək 18. Yəni ki, yaratdığım bu cədvəldə başlıq olaraq vermişəm ki, ümumi miqdar. Ümumi miqdar baxımından bir müəssisə rəhbəri kimi mən bilməliyəm ki, aylıq statistika avqust ayına görə çıxartdığım statistika mənə deyir ki, həmin bu məhsullar üzərindən ümumi miqdar olaraq 18-in mənə gəlir hesabatı zamanı 10 mindən yuxarı dəyər verir. 1000-dir, bu bağışlayın. 10 min deyək, bir dənə 0 artıraq. Bəlkə də bunu 6 verəcək. 6, yəni mən diapazonda elə bildim 10 mindən yuxarı yoxdur. Əslində var imiş 6-nı verdim. Gəldi 6 ədəd 10 mindən yuxarı olan xana dəyəri var. Mənə gətirdi onu hesabladı. Burada count if yazmışam, say demişəm. Sayını tap demişəm. Sum if yazmışam, cəmini tap demişəm. Getdi maksimuma. Maksimum mənə lazımdır ki, nə zaman lazımdır? Mənə gəldi məsələn, say baxımından tələbatı olan məsələn məhsul hansıdır? Ən yüksək deyək ki, say baxımından satdığım.
məhsul hansıdır? Məhsul miqdarı nə qədərdir? Belə deyim, bərabərdir. Maksimumu qeyd edirəm, tab deyirəm, alıram. Maksimum mənə deyir ki, sadəcə diapazon seç, şərt falan vermə. Əlbəttə ki, mötərizəni açmışıq, düsturda mötərizəni bağlamalıyıq. Yekunda gələcəm, enter vuracam, maksimum mənə ən yüksək qiymətə malik olan xana dəyəri 54 imiş. 54-ü gətirdi, verdi. Baxın, mənə çox tələbələr deyir ki, müəllimə, verdiyim cədvəldə gələrəm bir taparam da 54 ən böyükdür. Nə olsun, bəlkə eləsən də 1000 dənə məhsul üzərindən hesabat ver. Bu 1000 dənə məhsuldan 54-ü tapmaq sənin üçün asan gəlməyə bilər də. Yəni, çünki bir axtar gör hansı xana dəyəri böyükdür. Düstur bizə onu daha asanlaşdırmağa kömək edir. Gəldik minimum deyirəm. İlk öncə baxın, bərabərdir minimum dedim. Minimum mənə verilmişdir. Neyin mənə deyir ki, düsturun adında səhv yazmışam. Tab dedim, aldım. Məsələn, mənə lazımdır ki, ümumi miqdarı, o deməyək ki, qiymət baxımından ən kiçik görün, ən kiçik dəyərə malik olan xana hansıdır? Açmışamsa bağlamalıyam mütərizəni. Enter 112. Yəni bu aylıq statistikada ümumi baxaq görək diapazon qiymətdir. 112 qiymətinə malik olan xana mənim üçün ən kiçik xana dəyərinə malik olan qiymətdir. Gəldik average. Average isə mənə ədəd ortanı tapır. Əlbəttə ki, yaratdığım cədvəldə ədədi ortanın tapılması, yaratdığım bu cədvəllərdə statistikanı çıxardıqda ən çox istifadə olunan dəyərlərdən biridir. Bərabər də average yenə çağırıram. Average mənə ədəd ortanı tapır. Artıq ədəd ortanın nə olduğunu bilirik ki, bütün xanalar toplayır, sayına bölür. Məsələn, ümumi miqdarını götürək. Ümumi miqdarı tutalım. Ədəd orta baxımından görək, ümumi miqdar diapazonu mənim aylıq, görək ədəd ortamın neçə faizini təşkil edir. Seçirəm. Əlbəttə ki, mötərizəni bağlayıram. Gəldim, enter dedim. Tapdı ki, bu aylıq ədədi ortam mənim ümumi miqdar baxımından ədədi orta göstərəcəm. Bu məhsulları bu qiyməti təyin etdi mənə. Statistiki düsturlardan da bura qədər biz conditional format keçmişdik. Orada da ədəd orta falan vardı. Oranı da izah etmək istəyirəm. Məsələn, diapazonumu seçmişəm. Bu düsturlar vasitəsilə tapdım statistikanı. Bu cədvəlim üzərində conditional formatdan da mən cədvəlimin üzərində statistika baxımından onu vurğulaya bilirəm. Conditional formatın highlight cell rulsundan məsələn, burada average, above var. Above average ədədi göstəricisi. Deyək ki, avqust ayı üzrə ədədi göstəricisi yüksək olan məhsulun ümumi miqdarı. Mənə gətirəcək, baxın, buradan ədəd orta baxımından bu ədədlər mənə bu aylıq göstəricidə ən yüksək ədəd ortaya malikdir. Bəs ən kiçiyi necə taparam? Top bottom ruldan gələrəm, below average deyərəm. Fərqləndirmək üçün də məsələn yellow təqdim edirəm. Gəldim, kliklədim. Bunlar düstur vasitəsilə, bunları isə xana daxilində vurğuladım, yəni şərti formatlama vasitəsilə tapmış oldum. Orada less than var, greater than var. Bəzi tələbə maksimum minimumdan səhv salır. Məsələn, maksimum minimum mənim cədvəlimdəki ən böyük, ən kiçik qiyməti tapdı. Greater than isə mənim təqdim etdiyim ədəddən böyükləri və kiçikləri tapacaq. Məsələn, bura bir ədəd qeyd edək ki, məsələn, 12-dən mən nə demişəm? Greater than demişəm. 12-dən böyükləri mənim üçün gətirdi, hesabladı. Yan tərəfdən də siz onun custom formatdan da daxil olub, rəngini dəyişib cədvəlinizi daha da gözə çarpan dərəcədə vurğulaya bilərsiniz. Greater than-i demək istəyirəm. Greater than-lə minimumu səhv salır. Less than-lə, daha doğrusu minimumu səhv salır. Less than mənim təqdim etdiyim ədəddən kiçikləri tapacaq, formatlayacaq. Amma minimum mənə verilmiş diapazondakı ən kiçik rəqəm göstəricisi nədirsə, onu tapacaq. Belə, ümidvaram ki, statistiki düsturların qısa və öz izahını sizə verib fikrimi aydın dərəcədə çatdıra bilmişəm. Gələn dərslərdə görüşmək ümidi ilə.